Bəs bura gələcək olan həmvətənlərimiz üçün hansı tövsiyələrin olar ilkin? Məsləhətlərdən biri də odur ki, burada siz nirvana axtarmayın. Almaniya sosial dövlətdir. Azərbaycan daha çox kapitalistik ölkədir. Mənim fikrimcə. Yəni burada siz milyonlarla pul tapmayacaqsınız. Əgər çoxlu pul istəyirsinizsə Amerikaya gedin. Və Avropa ilə Amerikanı müqayisə edəndə isə mən deyərdim ki, burada hər hansı bir küçədə yaşayan olmaq ehtimalınız qat-qat azdır. Amma milyonçu olmaq da ehtimalı azdır. Yəni, orta təbəqədə normal yaşamaq istəyirsinizsə Avropa sizlikdir. Əgər siz bura, misal üçün, təcrübəli hansı mütəxəssissinizsə, həkimsiz və ya müəllimsiz və ya proqramçısınız, bura gəlmək istəyirsinizsə, fikirləşməyin ki, buradakı həyatda siz daha çox pul qazanacaqsınız və daha yaxşı yaşayacaqsınız. Ola bilsin ki, pul miqdarında siz daha çox qazandınız, amma həyat keyfiyyətiniz o qədər də yüksək olmayacaq, yəni pul baxımından. Çünki, misal üçün, proqramçı Bakıda da $5000 ala bilər, Avropada da $5000 net ala bilər. Amma Azərbaycanda $5000 həyat keyfiyyəti tam olaraq başqa olacaq, yüksək səviyyədə olacaq. Burada isə o qədər də yüksək olmayacaq.